Deməli, belə iri həcmli bir məsələ verilibdir. Ə, Biz bu məsələni addım-addım həll eləyəcəyik. Oksigen ozon qarışığı 76,8 qramdır. X mol oksigen var, Y molda ozon götürmüşəm. Bunların emerlərinə vurmuşam 32x + 48y bərabərdir 76,8 qrama. Sonra deyir ki, oksigenin müəyyən bir hissəsi ozona çevrildikdən sonra reaksiya tənini yazmışam. Tutaq ki, götürmüşəm ki, 3 Z-mol oksigen sərf olunsa 2 Z-mol ozon alınır. Və deyir ki, çevrildikdən sonra qaz qarışığının mol miqdarı 0,2 mol azalır. Belə olan halda yazmışam 3 Z-dən 2 Z çıxanda edir 0,2. Z də bərabərdir 0,2. Deməli, axı 3 Z oksigen sərf olunur. Belə çıxır ki, 0,6 mol oksigen sərf olunur, 0,4 mol da ozon alınır. Sonra deyir ki, son qaz qarışığında oksigenin molu ozonun molunun 90%-ni təşkil edir. Deməli, son qaz qarışığında mən bilmirəm oksigen nə qədərdir. Bunu X ştrixlə işarələmişəm. Ozonu da bilmirəm Y ştrixlə nə qədər alındığını. Və bilirəm ki, oksigen 0,6 mol sərf olunub. Başlanğıcda da X mol götürmüşdüm. X minus 0,6 mol. Ozon da 0,4 mol alındı. Başlanğıcda da Y mol idi. Y plus 0,4 mol. Bunu da Y ştrixlə əvəzləmişəm. Və o 90% də elə bil ki, böləndə üzə 0,9 eləyir. X ştrix bərabərdir 0,9 Y ştrix. Sonra bu ifadələri yerinə qoyub tapırıq. X minus 0,9 Y bərabərdir 0,96. Bu bir tənlik və bir dənə də tənlik də lap əvvəldə idi. Bax, bu tənlik idi. Bunları həll eləyirik. Buradan X-i əvəzləyib birinci tənlikdə yerinə qoyub tapmışam. Y 0,6 tapılır. X də 1,5 mol. Deməli, ilkin qarışıqda 1,5 mol oksigen var imiş, 0,6 mol da ozon var imiş. Və məsələnin şərtində də deyir ki, ilkin qarışıqda oksigenin mol miqdarının ozonun mol miqdarına fərqini müəyyən eləyin. Heç nə, 1,5-dən 0,6-da çıxırıq, o da eləyir 0,9. Yəni, cavab Y variantı.